Trigonometriyaya giriş, trigonometrik funksiyalar, sinus x, kosinus x, tangens x, kotangens x, onların hər birinin ayrıca funksiyaları, toplama düsturları, yarım arqument və arqument düsturlarına birlikdə baxırıq. Başlayaq. İlk öncə radian nədir? Radian da ölçü vahididir. Yəni bucaqla yanaşı radiandan da istifadə olunur. Bir radian təxmini olaraq 57 dərəcədir. Məsələn, 3 radian 3 vurulsun 57-dən təxmini olaraq 171 dərəcəyə bərabərdir. Və biz burada pi-dən də istifadə edirik. Pi-də irrasional ədəd kimi demişdik ki, təxminən 3,14-dür. Dərəcə kimi isə 180 dərəcə olaraq qəbul edilmişdir. Məsələn, indi 3 pi bölünsün 2 nədir? 3 vurulsun 180 bölünsün 2-yə bərabərdir. Yəni 270 dərəcədir. Radian dərəcəyə çevrilməsini başa düşdük. İndi keçək dərəcənin radiana çevrilməsinə. Dərəcə radiana çevriləndə nə edirik? Piyə vurub 180-ə bölürük. Məsələn, 45 dərəcə. 45-i vururuq piyə, bölürük 180-dən. Burada ixtisar gedəcək, qalacaq pi bölünsün 4. Və yaxud 60 dərəcə bərabərdir. 60 vurulsun pi-nin 180-ə olan nisbəti. Bu da eləyəcək pi bölünsün 3. İndi biz gəlin sinus, kosinus, tangens, kotangens nədir? Onu düzbucaqlı üçbucaq üzərində qısaca xatırlayaq. Bura BSA, ASB üçbucaqdır. Hipotenuz və katetlərdir. Bu da hər hansı bir alfa bucağıdır. İndi gəlin bu alfa bucağının birinci olaraq sinusunu hesablayaq. Sinus nə idi? Qarşı katetin hipotenuza olan nisbəti. Kosinus alfa da bitişik katetin hipotenuza olan nisbətidir. Sonra tangens alfa var. Tangens alfa qarşı katetin bitişiyə nisbətidir. Kotangens isə bunun tamamilə əksidir. Yəni A-nın B-yə olan nisbəti. Yəni bitişiyin qarşı olan nisbəti idi. İndi biz gəlin baxaq görək vahid çevrə nədir? Bir çevrə çəkək. Bu da koordinat sistemi çəkək. Bura y oxudur. Burada x oxudur. Burada mərkəz olsun, o nöqtəsi olsun. Mərkəzi o nöqtəsində olan və radiusu 1-ə bərabər olan çevrəyə biz deyirik vahid çevrə. Yaxşı görünür. Nəysə olsun belə. Buna deyirik vahid çevrə. İndi tam bucaq bilirik 360 dərəcədir. Sükunətdə olarsa isə 0 dərəcədir. İndi gəlin burada bucaqları qeyd edək. Bura 0 dərəcədir. Yəni sükunətdə olanda 0-dır. Sonra bura gəldik, görürsünüz perpendikulyardır. Yəni burada 90 dərəcədir. Bura gəldik, artıq açıq bucaq əmələ gəldi. Oldu bura 180 dərəcə. 90 dərəcə artdı, burada oldu 270 dərəcə. Təzədən yenidən bura bir də dönüb qaydanda 360 dərəcə olacaqdır. Deməli, tam dövrü artıq başa vurmuş olduq. İndi sinus 0 dərəcədə. İndi burada qiymətlərini yazsaq, bura 1-dir. Deməli, burada 1-dir, bura mənfi 1-dir, bura mənfi 1-dir. Yəni, həmişə bu standart olaraq belədir. Və indi burada hər hansı bir gəlin bucaq qeyd edək. Məsələn, burada olsun P. Burada alfa olsun. Bunun indi bura A olsun. Bura 1-dir onsuz. Hipotenuz 1-dir. Burada B-dir. Digər katetimizdə B olmuş olur. İndi gəlin burada sinus alfanı hesablayaq. Sinus alfa B-nin 1-ə olan nisbətidir. Yəni B-yə bərabərdir. Kosinus alfa isə bərabərdir A-nın 1-ə olan nisbəti. Yəni A-ya bərabərdir. Göründüyü kimi sinus alfa, yəni B, y oxu üzərindədir. Kosinus isə x oxu üzərindədir. Yəni burada hər hansı bir P nöqtəsi olsa, birinci yazdığımız koordinat A-dır, sonra B-dir. Yəni x, y yazılır da. Ona görə birinci yazırıq kosinus alfanı, sonra yazırıq sinus alfanı. Yəni bu buradan çıxdı. Sonra indi burada da y bərabərdir sinus x formasında yazılsa və yaxud da ki y bərabərdir kosinus x yazılsa, bu x bucağın aldığı qiymətlərdir, y isə onun aldığı, yəni ədədi qiyməti bizə göstərir. İndi baxaq nəyə? Bunların qiymət aralığına. Baxın, sinus dedik ki, hansı oxudur? Y oxudur, düzdürmü? İndi y oxunda baxın, aldığı qiymətlər bu aralıqdadır. Yəni mənfi 1 aralığındadır. Kosinus da x oxuydu. Baxın, burada da yenidən mənfi 1, müsbət 1 aralığındadır. Təyin oblasti hər ikisində mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni istənilən qiyməti ala bilərlər.
İndi gəlin biz baxaq tangens və kotangens oxlarına. Yine vahid çevrə üzərində işləyirik təbii ki. Aha. İndi tangens oxu necədir? Çevrəyə hər hansı bir, baxın buradan bir dənə düz xətt çəkirik. Yaxşı görünmür indi. Aha, bu tangens oxudur. Yəni bu belə qəbul olunub ki, bu tangens oxudur. Burada bunun kəsdiyi nöqtədə biz hər hansı bir T nöqtəsi deyə bilərik. Belə ki, bunda koordinatlar görürsünüz, x-i 1-dir, bura 1 idi onsuz. 1-dir, y isə T-dir. Yəni istənilən hər hansı bir qiyməti ala bilər, T nöqtəsidir. Aha, indi kotangens oxu da, baxın buradan sanki bir dənə toxunan çəkirik. Bu da olur kotangens oxu. Kotangens oxu olsun. Bu da bu formada. Bunu da kəsdiyi nöqtəyə biz hər hansı bir indi bu oxu da uzadaq. Gəlin, baxın burada bir dənə oxu uzadaq. Kotangens kəsdiyi nöqtəyə də bir K nöqtəsi deyək. Bu K-nın da y-i həmişə 1-dir. X isə hər hansı bir K, kiçik bir K qiymətini alsın. Bu da belə. Bir də ki, burada ən önəmli məqamlardan biri odur ki, tangens və kotangens oxu həm çevrənin daxilindədir, həm də xaricində qiymət ala bilər. Və ona görə də bunların qiymətlər oblasti mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Amma təyin oblasti müəyyən aralıqda olacaq. Çünki məsələn tangens 90 yəni təyin olunmamışdır və yaxud da ki, kotangens 0 təyin olunmayıb, 180 təyin olunmayıbdır. İndi bunların səbəbinə də baxacağıq. Tangens alfa burada indi bu T qiymətinə bərabərdir və yaxud qeyd eləmişdik o. Kotangens alfa isə K qiymətinə bərabərdir. Yəni birində x-ə, birində y-ə bərabər olacaq. Sonra baxaq ki, tangens 0 tangens 90 dərəcə təyin olunmayıb, yəni boş çoxluqdur. Tangens 270 dərəcə təyin olunmayıb, boş çoxluqdur. Niyə? Çünki bunlar, baxın, tangens oxu bura paraleldir. Və burada heç vaxt 90 dərəcə ilə kəsişmədiyinə görə, yəni həmişə paralel olduğuna görə bunlar həmişə boş çoxluq olacaq. Və eynən də kotangens bu sıfıra aiddir. Boş çoxluqdur. Kotangens 180 dərəcədə, yəni bunlar təyin olunub, sıfırda deyə bilərik. Boş çoxluqdur. Eyni şəkildə kotangens 360 dərəcədə boş çoxluq olacaqdır. Aha, bu belə. İndi can hər birini ayrı-ayrı araşdıraq. Birinci baxırıq y bərabərdir sinus x funksiyasına. Can yenidən bir vahid çevrə çəkək. Bura y-dir, burada x-dir. Burada vahid çevrə yerləşdirək. İndi bura demişdik ki 1-dir. Bura mənfi 1-dir. Yenidən bura 1, bura mənfi 1-dir. Aha. İndi burada rüblər var. Bura birinci rübdür, bura ikinci rübdür, bura 3'dür. İndi bunların qiymətlərinə baxacaq. Dördüncü rübdür. Aha, indi buna baxaq. Birinci rübdə görürük ki, müsbət qiymət alır. İkinci rübdə də müsbətdir. 3 ilə 4-də isə mənfi qiymətlər alır. İndi gəlin bunun funksiyasını quraq. Yenidən koordinat sistemi çəkək. Y, x oxlarını qeyd eləyək. Və indi burada asimptotları qeyd eləyək. Bu nədir? Sərhədlərdir. Yəni 1 ilə mənfi 1-i qeyd edirik. Bura 1-dir, sərhədlərimiz. Burada mənfi 1-dir. İndi sərhədləri qeyd edəndən sonra gəlin dərəcələri qeyd edək. 0 dərəcə elə bir sanki bunu açırıq da. Yəni bu vahid çevrəni, bunu açırıq. 0 dərəcədir. Elə burada da var idi. Bura 0 dərəcə idi. Bura pi bölünsün 2 idi. Bura pi idi. Bura 3 pi bölünsün 2 idi. Təzədən buradan qayıdır. Təzədən 2 pi olur. İndi bunu burada açırıq. 0 dərəcədir. Sonra pi bölünsün 2-dir. Sonra təzədən pi-dir. Sonra 3 pi bölək 2-dir və sonunda da 2 pi. İndi bu müsbətdir. Müsbət olanda demişdik nədir? Saat əqrəbinin əksidir. İndi saat əqrəbi istiqamətində olarsa mənfi qiymətlər alır. Yəni bura mənfi pi bölək 2, mənfi pi, mənfi 3 pi bölək 2 və mənfi 2 pi. Baxın bunları qeyd elədik.
İndi baxırıq nəyə? Sinusun qiymətlərinə. Sinus 0 dərəcədə elə 0-dır. Yəni cəmlər belə 0-dır. Pi bölək 2-də qalxacaq 1-ə. Yəni 90 dərəcədə 1 alır. Sinus pi yenidən 0-dır. 3 pi bölünsün 2-də mənfi 1-ə düşür. Sinus 2 pi isə təzədən 1-ə bərabərdir. Üzr istəyirəm. Sinus 2 pi də sinus 360 deməkdir. O da 0-dır. Aha, bunları qeyd elədik. İşte digər tərəfə mənfi pi olan hissəyə. Mənfi pi bölək 2-də mənfi pi də bunlarda aldığı qiymətlərə baxaq. Deməli, burada mənfi 1 qiymətini alır. Burada sabit qalır. Deməli, mənfi 3 pi bölək 2-də 1 alacaq. Və sonra burada da sabit qalır. Bunları da qeyd edək. Aha, İncə bunları birləşdirək. Bu nöqtələri birləşdirək. İncə mavi ilə seçilsin. Bunları birləşdirək. Baxın, haradasa belə bir şey alınır. Bu alınan funksiyaya biz deyəcək sinusoid. Yəni bu qrafikə biz deyirik sinusoid. İndi gəlin bu funksiyanı araşdıraq, görək necə funksiyadır. Baxın, mənfi pi bölək 2 ilə pi bölək 2 bir-birinə sıfıra nəzərən simmetrikdir. Deməli, bu necə funksiyadır? Tək funksiyadır. Yəni, biz yaza bilərik ki, sinus mənfi x bərabərdir mənfi sinus x-ə. Məsələn üçün, sinus mənfi 30 bərabərdir. Mənfini qarşı atırıq sinus 30-a. Bu da eləyəcək neçə? Mənfi 1 bölək 2. Və bu funksiya göründüyü kimi dövrüdür. Yəni, hər 360 dərəcədən 1 təkrarlanacaq. Yəni, gedəcək, hər 360 dərəcədən 1 təkrarlanır. Yəni, dövrlüyünü də belə qeyd edə bilərik ki, buradan yazaq, sinus x gələk 2 pi k. Yəni, 360-dan ancaq indi bu dövr nəzərə alınmır. Bu bərabərdir sinus x-ə. Bunu indi belə qeyd elədik. İndi bunun təyin və qiymətlər oblasına baxaq. Df dedik ki, mənfi sonsuzluq müsbət sonsuzluqdadır. Amma yf mənfi 1 və müsbət 1 hər ikisi də daxildir, bu aralıqdadır. Bu sinus deməli sinusun qrafikidir. İndi gəlin artma azalma aralığına baxaq. İndi birinci baxaq birinci rübdə. Birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Artma azalmağına baxırıq. İndi birinci rübdə görürük ki, baxın, sıfırdan qalxıb yuxarı. Deməli, birinci rübdə nə edir? Artır. İkinci rübə baxırıq, baxın, aşağı düşür. Deməli, azalacaq. Üçüncü rübdə baxın, yenidən aşağı düşür. Yenidən azalacaq. Dördüncü rübdə baxın, artıq yuxarı qalxır, artacaq. İndi bunu bu funksiyaya baxıb dedik. İndi bunu cəbri olaraq baxaq. Məsələn, sinus 0 dərəcə. Bərabərdir 0-a, düzdürmü? Sinus 90 1-dir. Görürsünüz, indi birinci rübüydü bu. Birinci rübdə artdı. İndi baxaq sinus 180-ə. Sinus 180 0-dır. Baxın, artıq burada düşdü qiymət. Yəni azaldı ikinci rübdə. Sinus 270 mənfi 1-dir. Burada da yenidən azaldı. Yəni üçüncü rübdə də azalır. Sinus 360 da 0-a bərabərdir. Artıq burada yenidən artdı. Yəni dördüncü rübdə də artır. Yəni bu da bu formadaydı. Bu sinus x-in deməli funksiyası idi. Sinusoidi çəkdik və bu haqda danışdıq. İndi baxaq ikinci funksiyamıza. Yəni y bərabərdir kosinus x funksiyasına birlikdə baxırıq. Yenidən hər hansı bir koordinat sistemini çəkək. Biraz böyük çəkək. Vahid çevrəni qeyd edirik yenidən. X, y. Vahid çevrəni çəkdik. Aha. Bura yenidən gəlin bucaqları qeyd edək. Pi bölünsün 2. Deməli, bura 0 dərəcədir. Bura pi'dir. Burada 3 pi bölünsün 2'dir. Və təzədən yenidən gəlirik 2 pi'yə. 2 pi oldu. İndi bura birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. İndi birinci rübdə müsbət alır, ikincidə mənfi alır, üçdə mənfi alır, dörddə isə müsbət qiymətlər alır. İndi bu y bərabərdir kosinus x funksiyası cütdür. İndi baxaq niyə cütdür. Baxın, hər hansı bir burada 60 dərəcə bucaq dönsün.
Bu zaman hər hansı bir, məsələn, burada bir, gəlin birinci bunları silək artıq. Çox silindi. Neyse, belə bir şey. Burada 60 dərəcə bucaq əmələ gətirsin. Məsələn, bura P-dir, bura 60 dərəcə olsun. Və burada hər hansı bir qiymət alır. Və sonra bunu hər hansı bir bura olsun. Burada da mənfi 60 dərəcə dönsün. Baxın, yenidən burada kosinus 60-da, yəni yenidən 2-də bir qiymətini alacaq. Yəni burada görürük ki, kosinus 60 bərabərdir kosinus mənfi 60-a. Buradan da deyirik ki, bu cüt funksiyadır və cüt funksiyada da nə demişdik? Y-ə nəzərən simmetrikdir. İndi bunu kosinusoid, yəni bunun qrafikini çəkəndə biz görəcəyik. Deməli, son olaraq yazırıq ki, kosinus mənfi x bərabərdir kosinus x-ə. Yəni, kosinus məsələn mənfi 60 bərabərdir kosinus 60-a. Yəni, 2-də 1-ə bərabərdir. Bu belə. İndi gəlin bunun qrafikini çəkək. Yəni, bunun da adı nədir? Kosinusoiddir. Gəlin bunu çəkək. Bura y nöqtəsidir. Burada bir x nöqtəsidir. Yenidən sərhədlər, yəni asimptotları qeyd edək. Bura 1, burada mənfi 1-dir. İndi bura 0-dır. Yenidən bucaqları qeyd edirik. Pi bölək 2, pi, 3pi bölək 2 və 2pi. Aha. İndi baxırıq nəyə? Kosinus 0-da nə almışdı? 1 almışdı. Kosinus 0-da 1 almışdı. Burada qeyd yazmışıq, 1 almışdı. Yəni belə 1. Sonra kosinus pi bölək 2-də, yəni 90-da 0 almışdı. Elə 0. Kosinus pi, yəni 180-də mənfi 1 alır. Bura birləşdirək. Mənfi 1 alır. 3 pi bölək 2, yəni 270-də 0 alır. 360-da isə 1 qiymətini alır, yəni 1 alır. İndi bunun mənfi hissəsinə də baxaq. Mənfi pi bölək 2, pi. Deməli, burada olur 3 pi bölünsün 2, burada olacaq 2 pi. Yəni, burada mənfidir. Mənfi, mənfi, mənfi. Aha. Burada alacaq qiymətlərə baxırıq. Deməli, pi bölək 2, yenidə mənfi pi bölək 2 0-dır. Mənfi pi. Deməli, mənfi 1 alacaq. Mənfi pi bölək 2 deməli 0-dır. Mənfi pi, mənfi 1 alacaq. Aha, mənfi 3 pi bölək 2 yenidən 0-dır. Və mənfi 2 pi isə 1 qiymətini alır. Aha, yenidən gəlin bunu birləşdirək. Burada deyil, 0-ı götürmürük. Haradasa belə bir qrafikimiz alınacaq. Bunu da dedik ki, adı nədir? Kosinusoiddir. İndi bunun df-i yenidən kosinus x kimi, sinus x kimi mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Y-f isə mənfi 1, müsbət 1 aralığında dəyişəcək. İndi bunun gəlinin artma, azalma aralığına baxaq. Baxın, birinci rübdə getdikcə nə edir? Azalır. Yəni, birinci rübdə azalır. Baxın, bir də azalır. İkinci rübdə nə edir? Baxın, ikinci rübdə nə edir? Yenidən azalır. Baxın, yenidən azaldı. Üçüncü rübdə artır artıq. Dördüncü rübdə də yenidən artır. İndi gəlin bunu cəbri olaraq da deyək. Məsələn, kosinus 0-da 1 alır. Kosinus 90-da isə 0 alır. Yəni, birinci rübdə nə etdi? Azaldı. Kosinus 180 alır mənfi 1. Baxın, 0-dan mənfi 1-ə yenidən azaldı. Kosinus 270 0-dır, artdı. Yəni, 3-cü rübdə artdı. Kosinus 360-da 1-dir. Burada yenidən 4-cü rübdə yenidən artdı. Bu kosinus x-in qrafiki idi. Yenidən bu da sinus x kimi 360 dərəcədən bir, üzr istəyirəm, 360 dərəcədən bir dövr eləyir. Yəni, onu da x-i gələk 2 pi k şəklində yaza bilərik. Bu da kosinus x-ə bərabərdir. Yəni, burada k tam ədəddir. Bu da kosinus qrafiki haqqındaydı. İndi keçək tangens və kotangens. Deməli, baxırıq y bərabər tangens x funksiyasına. Bu da yenidən tək funksiyadır. Yəni, tangens mənfi x bərabərdir mənfi tangens x. Yəni, kosinusdan başqa hər biri təkdir. Bir dənə kosinus cüt funksiyadır.
Və bir də tanjenslə kotanjensdə bunu yadımıza saxlayırıq ki, burada hər 180 dərəcədən bir dönür. Yəni dövr eləyir. Çünki 90 və 270 dərəcədə həlləri yoxdur. Yəni tanjensin həlli yoxdur məsələn. Bunu da deməli yaza bilərik ki, tanjens x də gəlsin pi k. Yəni burada dövrə baxmırıq. Tanjens x şəklindədir və k da burada nədir? Tam ədəddir. Deməli, bu da həmçinin bunun funksiyası monoton artan funksiyadır. İndi gəlin bunu da çəkək. Monoton artan funksiyadır. Gəlin bucaqları qeyd edək. Bura 0-dır. Bura pi bölək 2. Pi 3 pi bölək 2. 2 pi. Mənfi pi bölək 2. Mənfi pi. Mənfi 3 pi bölək 2, mənfi 2 pi. 2 pi. Bu formadadır. İndi burada dedik ki, 90 dərəcədə və 270-də qiymət almır. Ona görə gəlin sərhədləri qeyd eləyək. Yəni 3 pi bölək 2-də qiymət almır. Və dedik ki, hansını almır? 90-da almır. Yəni buradan sərhədləri qeyd eləyək. Eynincisi də mənfilərinə görə. Buna dedik ki, sanki kubik funksiya, qrafikə oxşur. Baxın, belə formada, monoton artan formada dəyişəcəkdir. Yəni, bu da bunun indi gəlin bir dənə də qaldı. Təyin və qiymətlər oblasına da baxaq. Deməli, bu mənfi pi bölək 2 üstə gələk pi k, yəni hər hansı bir misli ola bilər. Bir də pi bölək 2 üzərinə gəlsin pi k. Baxın, bu aralıqda dəyişir, amma baxın, götürmürük. Yəni, bunu daxil deyil. YF də dedik ki, mənfi sonsuzluq, müsbət sonsuzluqdur. İndi baxırıq, son olaraq da y bərabərdir kotanjens x funksiyasına. Bu da yenidən tək funksiyadır. Yəni, kotanjens mənfi x bərabərdir mənfi kotanjens x-ə. İndi gəlin yenidən bunun da qrafikinə baxaq. Bura y-dir, burada x-dir. Yenidən gəlin yazaq 0, pi bölək 2, pi, biraz yaxın yazaq. Pi bölək 2, pi, 3 pi bölək 2 və 2 pi. Eynisi ilə də mənfilərini də qeyd eləyək. Neyse, bu formadadır. Və bu da demişdik ki, kotanjens x 0, 180 və 360 dərəcədə təyin olunmamışdır. Yəni, buradan pi-dən çəkirik, 2 pi-dən çəkirik, eynən də pi və 2 pi-dən, yəni sərhədləri qeyd elədik. Bu funksiyada monoton azalan funksiyadır. Azalan funksiyadır və bu da yenidən bayaq qeyd elədik ki, 180 dərəcədən bir dövr eləyəcək. İndi bunun DF-nə və YF-nə baxırıq. DF-nə baxaq birinci gəlin. DF-i dedik ki, 0 üzərinə gəlsin pi k ilə, pi üzərinə gəlsin pi k arasında dəyişir. İndi bunda 0 üzərinə gəlsin pi k fərzinə necə pi k da yaza bilərik. Yəni bu mümkündür. Dedik ki, bu monoton azalan funksiyadır. Yəni qrafiki hardasa belə formada gələcək. Belə idi. İndi gəlin baxaq. Tanjensdə də baxmadıq. Tanjenslə kotanjensin artma və azalma aralıqlarına və hansı rüblərdə hansı qiymət alırlar, ona baxaq. İndi bir dənə vahid çevrə çəkək. Birinci tanjensə baxaq. Bu birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Tanjens alfa bərabər nəyə? Y bölək x-ə. Yəni y nədir? Sinus bölək kosinüsə. İndi sinus demişdik ki, baxın bunu buradan yazaq, sonra baxaq. Birinci, ikinci rüblərdə müsbət, 3 ilə 4-də mənfi qiymətlər alır. Kosinus isə 1 ilə 4-də müsbət, 2 ilə 3-də mənfi qiymətlər alır. İndi tanjensdə bunların nisbətidir. Baxın, birinci rübdə ikisi də müsbət, deməli nisbətdir, müsbətdir. İkinci rübdə bu 2-dir 2. İkinci rübdə sinus müsbət, kosinus mənfidir. 3-də ikisi də mənfidir, deməli müsbətdir, bu da mənfidir. Yəni tanjensdə birinci, üçüncü rüblərdə
müsbətdir. İkinci, dördüncü rüblərdə mənfidir. Kotangensdə elə bil ki, kotangensdə bayaq da dedik ki, x-in y-ə nisbətidir. Yəni bu da kosinusun sinusa nisbətidir. Yəni tangensin əksisidir. Yəni eyni qiymətlər alacaq. Yəni bu həmçində kosinusa da aiddir ki, bu rüblərdə dəyişmək eyni formadadır. Deməli belə. İndi baxırıq çevrilmə düsturlarına. Məsələn, biz cədvəldə də, yəni trigonometrik cədvəldə 90-a qədər 0-90 aralığında qiymətlərə baxırdıq. İndi gəl, məsələn, sinus 120 dərəcəni hesablayaq. Bunu bu formada yaza bilərik. Sinus 180 çıxılsın 60 formasında yaza bilərik. 180 indi gedir. Qalır sinus 60 dərəcə. Yəni bu deyir kökdə 3 bölünsün 2. İndi bunu gəlin yenidən vahid çevrə çəkək. Aha, bu formada. İndi burada qeyd edirik. Baxaq, burası 0-dır, 90-dır, 180, 270 bu formada. İndi baxın, bunu niyə mənfi qoymadıq qarşısına? Çünki baxın, birinci rübdədir və müsbət qiymət alır. Yəni ona görə qarşısına mənfi qoymağa ehtiyac yoxdur. İndi baxın, biz nə dedik? 120 dərəcə. Haradasa bu aralıqdadır. Baxın, 90-dan 180. İndi biz 180 ilə ifadə elədik. Bunu biz 90-la da ifadə edə bilərik. Yəni yaza bilərik ki, 120. Sinus 90 üzərinə gəlsin 30 formasını da yaza bilərik. Və bunu da qeyd kimi yazaq ki, 90 və 270 dərəcə olanda çevrilmə baş verir. Yəni ad dəyişmə baş verir. Necə? Sinusla kosinus bir-birlərinə çevrilir. Tangenslə kotangens isə öz aralarında bir-birinə çevrilirlər. Yəni indi burada sinus 90 dediyinə görə bu artıq kosinus 30-a çevriləcək. Kosinus 30-da kökdə 3 bölünsün 2-yə bərabərdir. Yəni bu da bu formadaydı. Məsələn, gəlin bir ayrı bucağa baxaq. Məsələn, sinus 225 dərəcəyə baxaq. Bunu yaza bilərik. Baxın, 225 hardasa bu hissədədir da, düzdürmü? Baxın, bu bucaqda hardasa. Sinus 225. Sinus yaza bilərik ki, 270 çıxılsın 45 dərəcə şəklində. Dedik ki, 90 ilə 270 olanda, baxın, 90 dərəcə ilə 270 dərəcə olanda ad dəyişimi baş verir. Yəni sinus kosinusa çevriləcək. Kosinus 45 olacaq. İndi gəlin rübünə baxaq. Rübü nədir? 3-cü rübdür. Hədə 3-cü rübdür. 3-cü rübdə sinus hansı qiymət alır? Və bir də ki, çevrilməyə baxanda çevrilməmişdən öncəki bucağa baxırıq. Yəni sinus 3-cü rübdə mənfidir. Yəni mənfi kosinus 45-ə baxırıq. Bu da eləyəcək mənfi kök altda 2/2. İndi sinus 225-i biz həmçinin 180-in də yaza bilərdik. Yəni sinus 180 üzərinə gəlsin 45 şəklində də yaza bilərdik. İndi burada da qalacaqdır. Yenidən mənfi olduğuna görə, yəni 3-cü rübdür deyə mənfi sinus 45 yazırıq. Mənfi kök altda 2/2 şəklində olacaqdır. İndi gəlin bir də baxaq tangensə. Məsələn, tangens 225 dərəcəyə baxaq. Bunun yenidən tangens 180 üzərinə gəlsin 45 yaza bilərik. Və bu 3-cü rübə düşür. 3-cü rübdə tangens müsbət qiymət alır. Yəni burada qalacaq tangens 45 dərəcə. Yəni 1 eləyəcək. Eynən kotangens də bu formadadır. Yəni bir tangensə baxaq biraz. Tangens 330-a baxaq. 330-da bu 360-dır da həmdir. Hardasa baxın bu aralıqdadır. Burada bir bucaqdır. İndi bu da düşür. Neçənci rübə? 4-cü rübə düşür. 4-cü rübdə tangens mənfi qiymət alır. Yəni bunu nəzərə alırıq. Tangens 270 plus 60 yazaq birincisi. Dedik ki 270 olanda ad dəyişimi baş verir. Mənfi olduğuna görə qarşısına mənfi də qoyuruq. Mənfi kotangens 60 qalacaq. Bu da eləyəcək mənfi kök altda 3/3. Eynən gəlin tangens 330-a da 360-dan da ifadə edib baxaq. Yəni tangens 360-dırsa 30 şəklində yazaq. Bu zamanda qalacaq mənfi tangens 30. Yəni yenidən bu da nəyə bərabərdir? Mənfi kökdə 3/3-ə bərabərdir. Bu deməli çevrilmə düsturları idi. Yəni çevrilməyə baxdıq. İndi böyük bucaqlarda hesablamaya baxaq. Məsələn, sinus 1200-ə baxaq. Bu zaman dövr burada neçə dərəcədən birdə idi? 360 idi. 360-a bölürük.
eləyir 3. Qalıqda da neçə eləyəcək? 1080-dən çıxırıq. Düzdür, 1080 çıxırıq, 120 qalır. İndi elə bil ki, bu formadadır. Sinus 120 üzərinə gəlsin, 3 vurulsun 360. Biz nə demişdik? Dövrü boş veririk. Yəni biz hesablayırıq sinus 120-ni. Onu da bayaq hesablamışdıq. Yəni bu nədir? Sinus 60-dır. Sinus 60 da nədir? Kökdə 3 bölək 2-dir. Bax, burada da yazmışdıq. Kökdə 3 bölək 2 qiymətini alır. Və yaxud da ki, indi sinus, kosinus bu formadadır. İndi məsələn tangens 900. 180-ə böləndə indi burada nə qalacaq? 0-da. Yəni tangens 0, o da 0-dır. Bu heç. Məsələn, tangens 945-ə baxaq. 945 bölürük 180 eləyəcək 5. 900-də çıxsaq qalacaq 45. Yəni bunu bir də yazıram, amma ehtiyac yoxdur. Tangens 45 hesablayasınız. Yəni bu formada da 45 üzərinə gəlsin. 180 vuraq 5. Dedik ki, dövrü boş veririk. Tangens 45 qalacaq və bu da eləyəcək 1. Yəni böyük bucaqlarda da hesablamamız bu şəkildə idi. İndi keçək birincisi toplama düsturlarına. Toplama. Birincisindən başlayaq. Aha. Birinci baxırıq sinusa. Sinus alfa plus minus beta. Birinci belə yazırıq. Sinus alfa. Birinci hansı bucaq? Birinci alfanı yazırıq. Sinus alfa vurulsun kosinus beta plus minus. İndi sonra sinus beta kosinus alfa. Yəni bunların hasili bu formada olacaq. Can yazaq, sonra da bunlara aid nümunələrə baxarıq. İndi baxırıq kosinusa. Kosinus alfa plus minus beta. Burada eləyəcək kosinus alfa vuraq kosinus beta. Burada plusdursa minus, minusdursa plus. Bir dəfə kosinuslar hasili, sonra da sinuslar hasilini toplayıb çıxırıq. Yəni bu formada. Üçüncüsü də baxırıq tangensə. Tangens alfa plus. Gəlin buna ayrı baxaq. Alfa plus beta bərabərdir. Sürətdə tangens alfa ilə tangens betanın cəmidir. Məxrəcdə isə 1 çıxırıq. 1-dən çıxırıq bunların hasilini. Yəni tangens alfa vurulsun tangens betanı çıxırıq. Dördüncüsünə də baxaq. Tangens alfa çıxılsın beta. İndi burada baxın, toplamadırsa sürətdə toplama olacaq. Yəni tangens, indi burada çıxmadırsa çıxma. Tangens alfa çıxsa tangens beta. Amma məxrəcdə əks işarə. Yəni burada çıxma deyə toplama olacaq. Bir üzərinə gəlsin, tangens alfa vurulsun, tangens beta şəklində olacaq. Baxın, bu düsturlarımız idi. İndi bunların çıxarılışına da ayrıca nə vaxtsa baxarıq. Yəni çətinliyə çıxarılışları. Gəlin bunlara aid nümunələrə baxaq. Məsələn, belə bir suala baxırıq. Sinus 34 dərəcə vurulsun, sinus 64 dərəcə. Üzərinə gəlsin, sinus 56 dərəcə vurulsun, sinus 26 dərəcəyə baxaq. Yəni burada 56-nı biz belə ifadə edə bilərik də, belə yaza bilərik. Sinus 90 çıxaq 34 yaza bilərik. Eynən 64-ü də yaza bilərik. Sinus 90 çıxılsın 26 şəklində yaza bilərik. Bu zaman belə bir ifadə alınacaq. Sinus 34, indi demişdik ki, burada çevrilmə baş verəcək. İndi 90 ifadə olunub deyə çevrilir kosinusa. Kosinus 26 dərəcə. Üzərinə gəlsin, sinus 56-da çevriləcək kosinus 34-də vurulsun sinus 26 dərəcə. Baxın bu formada. İndi bu da bizdə baxın bu düsturu verir, görürsünüz. Bu da nə deməkdir? Birinci hansı işarəsi odur? Yəni burada olduğu kimi daha işarə. Sinus deməli 34 üzərinə gəlsin 26-dır. Bu da eləyəcək sinus 60 dərəcə. Sinus 60 dərəcədə nəyə bərabərdir? Kökdə 3 bölünsün 2-yə bərabərdir. Yəni cavabımız budur. İkinci belə bir sualımız, nümunəmiz var. Tangens bizə alfanı verib 1 bölək 5. Tangens betanı verib 2 bölək 3. Bizdən soruşur ki, tangens alfa plus beta nəyə bərabərdir? Bunun da düsturu da bayaq yazıq. Tangens alfa plus tangens beta bölünsün 1 çıxaq tangens alfa vurulsun tangens beta. Bu da eləyəcək 5-də 1 üzərinə gəlsin 2 bölək 3 çıxaq 1 çıxaq bunların hasili 2 bölək 15. Bu da eləyəcək 15-də 1, bu da eləyəcək 15-də 1. Bunların da nisbəti bizə 1 verəcək. Keçək 3-cü nümunəmizə. Belə bir nümunə var. Sinus alfa vurulsun kosinus beta çıxaq sinus
alfa çıxaq bettanı istəyir. Birincinin olduğu kimi saxlayırıq. İkincində bayaqca toplama düsturu ilə açırıq. Sinus alfa vuraq kosinus beta. Baxın, yenə vurğulayıram. Burada işarə olduğu kimi qalır. Çıxılsın. Deməli, sinus beta vurulsun kosinus alfa. Bunu açsaq, sinus alfa vuraq kosinus beta çıxaq. Sinus alfa vuraq kosinus beta. Üzərinə gəlsin. Sinus beta vuraq kosinus alfa. İndi bunlar getdi. Qalacaqdır. Sinus beta vurulsun kosinus alfa şəklində. Belə. Keçirik dördüncüyə. Kosinus 52 dərəcə vurulsun kosinus 21 dərəcə. Çıxılsın sinus 52 dərəcə vurulsun sinus 21 dərəcə. Bölək sinus 17 dərəcə. Hesablayaq. Burada göründüyü kimi hansı düsturdur? Baxın, budur. Yəni kosinusun ifadə olunan cəm düstur, toplama düsturdur. Burada amma demişdik ki, çıxma olanda toplama yazırıq. Yəni kosinus 52 üzərinə gəlsin 21 dərəcə. Budur. Bölünsün sinus 17-də belə yazaq. Sinus 90 çıxaq 73 yazırıq. Birinci rübdəyə müsbət qiymət alacaq. Kosinus 73 bölək kosinus 73. Bu da eləyəcək 1. Belə. Keçək bir dənə gəlin artıq keçək nümunələr bəhsdə ikinci hissəyə, yəni 2 qat arqument düsturlarına keçirik. 2 qat arqument yazıram. Arqument. Birincisi sinus 2 alfanı hesablayaq. Təbii sanki 2 qabağa çıxır, vurulsun sinus alfa vuraq kosinus alfa şəklində olacaq. İkincisi kosinus 2 alfaya baxırıq. Yenidən bu da bərabərdir kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa. Bu düstur əsas düsturdur. Yəni bundan biz bir neçə dənə eynilik çıxaracaq. İndi bunu olduğu kimi yazıram. Üçüncü əsas budur. Əsas bu üçünü bilməkdir. Yəni o birsər bunlardan törüyür. Tangens 2 alfaya baxırıq. Bərabərdir 2 vurulsun tangens alfa bölək 1 çıxaq tangens kvadrat alfa. Kotangensi niyə yazmırıq? Çünki tangensin tərsidir. Yəni bunun qiymətini hesablayırsınız. Bunu da tərsi verəcək bizə nə? Kotangens alfanı. Yəni bu qədər bəsit. İndi gəlin dedik ki, ikinci və üçüncüdən düsturlar çıxara bilirik. Gəlin çıxaraq. İkincidən çıxarırıq. İndi baxırıq nəyə? Buradan biz əsas yenilikdən birik ki, kosinus kvadrat alfa bərabərdir 1 çıxaq sinus kvadrat alfa. Yəni bunların cəmi 1-də bunu bilirik. İndi kosinus 2 alfada da gəlin əvəzləmə eləyək ki, 1 çıxaq sinus kvadratı alfa çıxaq sinus kvadratı alfa şəklində. Alınacaq 1 çıxaq 2 vurulsun sinus kvadratı alfa. İndi buradan sinus kvadratı alfanı hesablasaq eləyəcək 1 çıxaq kosinus 2 alfa bölək 2 şəklində. Yəni bunu alırıq. Və bu düsturun adı da dərəcəni azaltma düsturudur. İndi digərinə də baxırıq. İndi sinus kvadratı alfanın da yerinə biz yaza bilərik. 1 çıxaq kosinus kvadratı alfa. Buradan da biz yazacaq ki, kosinus 2 alfa bərabərdir. Kosinus kvadratı alfa çıxaq 1 üzərinə gəlsin kosinus kvadratı alfa. Yəni 2 kosinus kvadratı alfa çıxaq 1. Baxın, bununla bunu aldıq. İndi buradan kosinus kvadratı alfanı hesablasaq 1 üzərinə gəlsin kosinus 2 alfa bölək 2-dir. Baxın, bu düsturla bu düstur dərəcəni azaltma düsturları adlanır. Həmçinin tangensdə də belə bir düstur var. Gəlin bunun da çıxarılışına baxaq. Biz nə bilirdik? Tangens bərabərdir sinus bölünsün kosinusa. İndi tangensin kvadratı alfa da bərabər olacaq sinus kvadratı alfa bölək kosinus kvadratı alfa. Bunları da tapmışdıqda gətirib yerinə qoyuruq. 1 çıxaq kosinus 2 alfa bölək 2. Yəni bunun qiymətini ümumiyyətcə 2-yə bölürük. Bir də 1 üzərinə gəlsin kosinus 2 alfa bölək 2. Burada 2'lər gedəcək. Qalacaq 1 çıxaq kosinus 2 alfa
bölək 1 üzərinə gəlsin kosinus 2 alfa. Bu da eyni dərəcəni azaltma düsturlarından biridir. Yəni 3 dənəsini biz çıxartdıq. Bu da 2 qat arqument düsturları idi. Gəlin baxaq yarım arqument düsturlarına. Yarım arqument. Birincisi, elə bil ki, nə deməkdir? Arqument, heç burada əlavə səhifə açmağa ehtiyac yoxdur. Baxın, burada elə bil ki, 2 qat arqument idi. Bunların elə bil ki, arqumentlərin hamısını 2 dəfə azaldırıq. Yəni, burada alacaq sinus alfa, yəni 2 dəfə azaltdıq. Əmsalla işimiz yoxdur. 2 vurulsun sinus alfanın yarısı, vurulsun kosinus alfanın yarısı. Baxın, bu formada. Eynən burada da kosinus alfa olacaq. Kosinus kvadratı alfanın yarısı, sinus kvadratı alfanın yarısı. Yəni, burada uzatmıram da yarım arqumentdə arqumentləri 2 dəfə azaldırıq. Nümunələrə də baxıb yekunlaşdırırıq. Birinci nümunəmiz belədir ki, kosinus 2 alfa üzərinə gəlsin, sinus 2 alfa vurulsun, tangens alfanı hesablayın. İndi kosinus 2 alfanın yerinə kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa yaza bilərik. Eyni sinus 2 alfanı da biz aça bilərik ki, 2 vurulsun sinus alfa vuraq kosinus alfa. Tangens alfa da bilirik ki, sinus alfa bölünsün kosinus alfaya bərabərdir. Bunlar burada ixtisar getdi. Qalacaq kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa üzərinə gəlsin 2 sinus kvadratı alfa. Buradan da alacaq ki, kosinus kvadratı alfa üzərinə gəlsin sinus kvadratı alfa. Əsas eyniliklərdəndir ki, bu da bərabərdir 1-ə. Məncə maraqlı sualdır. Yəni, ancaq düsturları bilsəniz, yəni, məncə asanlıqla həll olunan bir mövzudur. Baxırıq ikinci suala, sinus kvadratı 10, dərəcə çıxaq kosinus kvadratı 10, bölünsün, 4 vuraq sinus 70. Biz burada arqument düsturu, yəni 2 qat arqument düsturunda bu kosinus çıxaq sinus şəklindədir. Ona görə qarşı mənfəati bu formada yazırıq. Yəni, mənfi kosinus kvadratı 10, çıxılsın sinus kvadratı 10 şəklində yazırıq. Bölünsün 4 vuraq sinus 70. Aha, demişdik ki, kosinus 2 alfa bərabərdir. Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfaya. Yəni, bu da bərabərdir mənfi kosinus 20 bölək 4 vurulsun kosinus 20. Yəni, sinus 70'in yerinə kosinus 20 yaza bilərik. Buradan da bunlar gedəcək, qalacaq mənfi 1 bölünsün 4. Keçirik 3-cü nümunəmizə. Bizə verilib ki, sinus 20 dərəcə B-dir. Sinus 35 dərəcəni tapın. İndi gəlin dərəcəni azaltma düsturunu yazaq. Sinus kvadratı alfa bərabərdir 1 çıxaq kosinus 2 alfanın yarısına. Yəni, sinus kvadratı 35'i biz yaza bilərik ki, 1 çıxaq kosinus 70'in yarısı. Kosinus 70 də sinus 20'yə bərabərdir. Yəni, yazırıq ki, 1 çıxaq B-nin yarısı şəklində. Hə, indi sinus 35'i də istəyirsə, bunu kökalasınız, bu qədər. 4-cü suala da baxaq və yekunlaşdıraq. Deməli, sinus 123 dərəcəmiz bərabərdir A-ya, bizdən sinus 246'nı istəyir. İndi sinus bunu yaza bilər ki, 2 vurulsun 123 dərəcə şəklində. Bu da deməkdir ki, yəni sinus 2 alfa da elə bil ki, 2 vurulsun sinus alfa vurulsun kosinus alfa şəklindədir. Bu da yazsaq, yazırıq ki, 2 vurulsun sinus 123 vurulsun kosinus 123. Sinus 123 də A-dır. Yəni deyəcək 2A kosinus 123. İndi buradan kosinus 123 açaq. Bax, buradan yazıram. Sinus kvadratı 123 ilə kosinus kvadratı 123'ün cəmi 1'dir. Buradan kosinus kvadratı 123'ü yazarıq ki, 1 çıxaq A-nın kvadratı. İndi bunu kökə alsaq, bərabərdir mənfi müsbət kökətdə 1 çıxaq A-nın kvadratı. İndi bu nesənin 3-cü rübdədir və mənfi qiymət alır. Mənfi kökətdə 1 çıxaq A-nın kvadratı. Bunu sadəcə gətirib yerinə qoyuruq. Kosinus 123'ün yerinə yazırıq ki, əlbəttə ki, B olacaq. Mənfi 2A kökətdə 1 çıxaq A-nın kvadratı şəklində.
Bu da deməli biz bu gün nəyə baxdıq? Trigonometriya, radiana baxdıq, dərəcənin radiana çevrilməsi, hər birinin ayrılıqda qrafiklərini araşdırdıq, çevrilmə düsturlarına baxdıq, böyük bucaqlarda necə hesablamaq lazımdır ona baxdıq. Sonradan toplama düsturlarına baxdıq, nümunələrə baxdıq, 2 qat arqument düsturları, yarım arqument düsturları və bitirdik. Yəni bu birinci hissədir trigonometriyanın. İndi ikinci hissəmizdə nələr olacaq onları da deyim. Trigonometrik tənliklər olacaq. Trigonometrik bərabərsizliklər, cəmin hasilə, yəni cəmin fərqin hasilin cəmin fərqə çevrilməsinə baxacağıq. Tərs trigonometrik funksiyalar, bir də trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətləri. Bunlara baxırıq. Bir də bu gün də Ulusal Antalya Matematik Olimpiyatlarından 2004-cü ilin lise 1-nin suallarına baxırıq və bu qədər.